Bu yay Azərbaycanda rekord dərəcədə istiliyin qeydə alınacağı gözlənilir. Belə ki, havanın temperaturunun 45 dərəcəyə qədər yüksələcəyi proqnozlaşdırılır. Aprel və may aylarında müşahidə olunan fasiləsiz yağışlar yay aylarının necə keçəcəyi ilə bağlı müxtəlif gözləntilər yaradıb. Yağışlı yaz günləri bəzən isti yay mövsümünün xəbərçisi kimi dəyərləndirilir. Ekoloqların fikrincə, yazın yağıntılı olması torpağın nəmlənməsinə səbəb olur. Bu isə bəzi hallarda yayda buxarlanmanı artıraraq isti hava şəraitinin yaranmasına zəmin yaradır. May ayının ortasında havaların bu cür sərin keçməsi anormaldır, çünki bu aylar üçün xarakterik hava deyil. Məsələn, bu aylarda havanın temperaturu 15-20 dərəcə və bəzən 25 dərəcə Selsiyə qədər olmalıdır. İqlimdə 1,5 dərəcə temperatur artımı baş verib və günəşin istisi nəticəsində yer kürəsinin həddən artıq qızması nəticəsində buxarlanmanın səviyyəsi artıbdır. Yəni biz düşünürük ki, yəni bunun yay aylarında da isti də keçə bilər. Məsələn, temperatur 40 dərəcə, 45 dərəcəyə qədər qalxa bilər və kəskin də bu temperatur bir neçə gün ərzində dəyişə bilər. Ekoloq Sadiq Həsənov deyir ki, yay aylarında normadan bir qədər yüksək temperatur müşahidə edilməsi qlobal iqlim dəyişiklikləri, okean axınları və digər faktorlarla bağlıdır. Region üçün normal olmayan hava şəraiti bir neçə il müşahidə olunacaq. Bu cür hava şəraitinin davam etməsi 2030-2052-ci illərə qədər bu siklonların bu cür dəyişməsi davam edəcəkdir. Həm yağıntıların miqdarının artması, məsələn, intensivləşməsi, havanın, məsələn, tutaq ki, mart ayında isti olması, apreldə soyuq keçməsi, yəni ayların yerini dəyişməsi deməli intensiv şəkildə davamlı olacaqdır. Çünki şimaldan gələn siklonlar, cənubdan son dövrlərdə artan siklonlar, eyni zamanda qərbdən gələn bu iqlim siklonları o temperaturun dəyişməsinə, çox sürətlə dəyişməsinə səbəb olur. Yazda yağan yağışlar bizə hər nə qədər isti yay vəd etsə də, bu elmi baxımdan bir qayda deyil. Təbiətin ritmini anlamaq üçün daha geniş və dəqiq iqlim analizlərinə ehtiyacı var. Turqan Əliyev, Əli Cəfərov, Namiq Hüseyev, Xəbər Ertəsi.